Salam dostlar, necəsiniz? Nə var, nə yox? Bugün sizinlə alça döyməcə yiyəcəm. Nə qədər vaxtdır ki, bu çəkmişdim, amma editə bata bilmirdim. İlk öncəliklə alçalarımızı gözəl bir şəkildə yudum və belə stəkan vasitəsilə döydüm. Bunlar niyə belə qaralıb desəz, biraz gec-gec döymüşəm. Yəni hassasiyyətliyim üçün biraz alçalar qaralıb. Bunun üstünə əməli başda duz əlavə edirik və bunun suyunun gözəl çıxmasını istəyirsinizsə, xaltayınlıqda saxlaya bilərsiniz. İndi mən çərdəkli eləmişəm videoda. Keçən dəfə çərdəksiz etmişdim. Baxın belə tökürəm. Mən xaladelnikə keçən ildən narbel dənələyib qoymuşdum. Biraz nar da əlavə elədim. İnanın xaladelnikə qoydum. O qədər gözəl suyu çıxdı və o qədər dadlı oldu ki, dadını doya bilmədik şəxsən. Burada kanalımıza abunə olub like atmağı unutmayın. Sizi çox-çox sevirəm. Dadı da super idi. Yəni xahiş edirəm, deneyin. Çox gözəldir. Alçanın mövsümü ikən deneyin və alça tutmasının hazırlanmasını İstərsinizsə yorumlarda yazarsınız və çəkib ataram onu da. Çox sağ olun. Hər birinizi öpürəm. Maçi kuçi.